Bismillahirrahmanirrahim. Allah Teala insana hər bir şey qadağan edirsə, onun üçün imtihan da göndərir. Məsələn, Allah əgər naməhrəmə baxmağı qadağan edibsə, bəzən qadağan etdiyi şeyi insanın gözünün qarşısına gətirir ki, imtihan olunsun. İmtihan bu deməkdir. Yəni, insan nə vaxt imtihan olunur? O vaxt imtihan olunur ki, qadağan olunan şey gözünün qabağında olsun. Əgər o heç vaxt qarşıma çıxmayacaqsa, yəni naməhrəmə baxmaq qadağandır. Amma heç vaxt mən naməhrəm görməyəcəyəm. Bu imtihan olmadı ki. Bunun qadağan edilməsinin mənası da yoxdur. O baxımdan hər bir haram şəriətdə, Qur'an-ı Kərimdə, hədislərdə gəlibsə, Allahın qadağası qoyulubsa, insan bilsin ki, ondan imtihan olunacaq, qarşısına çıxacaq. Gərək qarşısına çıxanda ondan çəkinsin. Buna uyğun Allah Qur'an-ı Kərimdə ayə də buyurur. Hacılara ki, həcc ziyarətində olanlara Allah Teala ov etməyi, müəyyən günlərdə ov etməyi qadağan edib. Baxın, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, o qadağan etdiyi ovları bəzən Allah Teala gətirir, həmin o hacıların qabağına çıxardırdı. Deyir ki, tənaluhu əydikum və rimahukum. O qadağan olunan ov ki var idi, o gəlib sizə o qədər yaxın olurdu ki, siz onu əlinizlə ovlaya bilərdiniz və əlinizdə olan o nizə ilə və yaxud hər hansı bir ov vasitəsi ilə ovlaya bilərdiniz. Budur imtihan. Liya'lemallahu men yekhafuhu bil gayb. Allah bunu ona görə edir ki, kim Allahdan qorxur, yəni imanını qoruya bilir, təqvalı olur, Allah Teala onu üzə çıxartmaq istəyir.